Kürdəmirdə böyük qayıdışın asanlaşdırılması çərçivəsində peşə sərgisi festivalı keçirilib. Festivalda Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərəmov, millət vəkili Vüqar Bayramov, BIP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Kürdəmir rayon icra başçısı Elxan İbrahimov və digər qonaqlar iştirak ediblər. Burada əsas məqsəd Qarabağa qayıdan keçmiş məcburi köçkünlərin iş və biznes imkanlarını artırmaq, onların iqtisadi müstəqilliklərini təmin etməkdir. Bu məqsədlə Kürdəmir Peşə Liseyinin dəstəyi ilə iştirakçılara xüsusi və intensiv peşə təhsili proqramları təqdim olunub. Eyni zamanda ekspertlər tərəfindən biznes təlimləri keçirilib və Kobiyanın dəstəyi ilə sahibkarlıqla məşğul olmaq istəyənlərə biznes planları hazırlamaq imkanları yaradılıb. Qısa müddətli kurslar nəticəsində dərzi və vizajist, bərbər ixtisaslarına yiyələnmiş qadınlar sertifikatlarla təltif olunublar. Layihənin əsas məqsədi vətəndaşlarımıza, keçmiş məcbur köçkün vətəndaşlarımıza peşə təhsili ilə bağlı yeni ixtisasların öyrədilməsi və eyni zamanda biznesin təşkili istiqamətində müəyyən biliklərin verilməsidir ki, azad olmuş ərazilərə geri döndükdə onların içinə təminatı məsələlərində daha məsələlərə bir növ töhfə verilmiş olaq və bununla da böyük qayıdış proqramına biz öz kiçik sosial layihəmizlə kiçik töhfəmizi verə bilək. Bildiyiniz kimi ölkəmizdə birinci böyük qayıdış proqramı icra olunur və bu böyük qayıdış proqramının bir hissəsi olaraq qayıdacaq vətəndaşlarımıza peşə təlimi, peşə bacarıqlarının verilməsi istiqamətində də bir neçə istiqamətli işlər gedir. Bu istiqamətlərdən biri qısa müddətli təlimlərin verilməsi yolu ilə vətəndaşlarımıza bacarıqların, kvalifikasiyaların verilməsi və onların əmək bazarına azad olmuş torpaqlarımızda daha tez inteqrasiya olunmasına şərait yaratmaqdır. Bugünkü tədbirimiz deməli böyük qayıdışın asanlaşdırılması çərçivəsində biz həm birinci dövlət proqramının əsasında məzun olan müdavimlərin, sertifikatçıların təqdim olunması və ikinci bir hissə kimi biz peşə sərgisi, ümumi region üzrə peşə sərgisi festivalı keçirdik. Burada rayon ictimaiyyəti üçün açıq olan bir sərgi, festival idi. Könül Kazımova, Agil Əsədov bugün informasiya proqramı üçün.